O gün bir təlimdə idik. Bir təlimçi danışdı. 50 dəqiqə danışdı. Təlim keçdi. 50 dəqiqənin ilk 25 dəqiqəsini çox faydalı danışdı. Yaxşı. Hətta mən götürdüm, not yazdım. İkinci 25 dəqiqəsini o qədər yorucu danışdı. O birinci 25 dəqiqədə dayansaydı, möhtəşəm olardı. İndi bu dəqiqə əlimdə bir kitab oxuyuram. Dan Ariely'nin, Professor Dan Ariely'nin kitabıdır. Mükafat, ödəniş mükafat şeydə, şirkətlərdə ödəniş eləyirlər, mükafat verirlər. Kitab balaca bir kitabdır. 100 neçə səhifə. Yəni adam professordur. Lazım deyil sən uzadasan. Əgər sənin Descartes-in bir kitabı var, 70-80 səhifədir. Meditations on the First Philosophy. 17-ci əsrin filosofunun. Düşüncələr, meditasiyalar, fəlsəfədə meditasiyalar. 70-80 səhifəlik sənin sözün varsa, bunu da 500 səhifə dartma. Ehtiyac yoxdur, ay müəllif. Aydındır? Konkret, o məşhur deyimdir də, biraz da o zarafat yana, deyir ki, bir nəfər balıq satırdı yolun qırağında, yazdı, vurdu ki, burada balıq satılır. Sonra dedi ki, burada sözünə ehtiyac yoxdur ki, hamı bilir də burada satılır. Orada satılmış, hamı görür. Buradan sildi, balıq satılır. Sonra dedi ki, satılır'a da ehtiyac yoxdur. Hamı bilir ki, burada ehsan verilmir də, yəqin ki, qoyurlar, satılar bu. Kimdir ki, pulsuz paylayan? Satılır da pozdu, yazdı balıq. Sonra dedi ki, buna da ehtiyac yoxdur. Hamı görür də bu balıqdır. Toyuq zat deyil ki, qoyundur, balıqdır. Onda, indi bu biraz da zarafatdır. Amma bu çox gözəl örnəkdir, Türkçə demişdən. Yəni, əzizim, müəllif söz sərrafı olmalıdır. Kitab çox redakta korrekt olmalıdır. Buna ehtiyac varmı? Bunun yeri varmı bu cümlənin? Səhifə yox, cümlənin hesabını aparırlar. Bu cümlə artıqdır yoxsa yox. Mən sizi inandırıram ki, 300 səhifəlik bir kitabda hətta bəzi cümlələr artıq olanda o kitabın dəyərini salır aşağı. Dəhşətdir. Xüsusilə indiki dönəmdə insanların vaxtı yoxdur. Məşğuliyyət çoxalıb sosial şəbəkələr o qədər rəngarəng materiallar verir bizə. Bunun ortasından bir adam kitaba gəlibsə, onu kitabdan bezdirmək olmaz.